Choose the correct variant. Doğru variantı seçin. Mark and his new friends had breakfast together yesterday. Mark və onun yeni dostları dünən birlikdə səhər yeməyi yedilər. Biz burada düzgün tag question təyin etməliyik, yəni ayrıcı sualımızı təyin etməliyik. Ayrıcı sualı təyin edərkən verilən cümləmizin mübtədası və xəbərindəki zamanı düzgün təyin etməliyik, eləcə də köməkçi feili. Bizim mübtədamız Mark and his new friends, yəni Mark və onun yeni dostlarıdır. Cəm olduğu üçün they ilə əvəz edəcəyik. Had breakfast isə keçmiş sadə zamana aiddir və had bu cümlədə əsas feildir. Çünki özündən sonra isim gəlir və o birləşmə ilə birlikdə müstəqil xəbər funksiyasını icra edir. Demək ki, özü əsas feil olduğu üçün əlavə köməkçi feilə gərək var ki, biz bu cümlədə inkarını düzəldərkən did köməkçi feilindən istifadə etmiş olacağıq. Və vergüldən sonraki hissədə təsdiqdirsə inkarı, inkarsa təsdiqi yazıldığı üçün bizim də verilən cümləmiz təsdiqdədir. Demək ki, vergüldən sonra inkarda yazılmalıdır. Köməkçi feilimizi təyin etmişik did, mübtədamızı da təyin etmişik ki, they olmalıdır. Bu isə Y variantında düzgün verilmişdir. Qeyd etdiyimiz ayrıcı sualın qaydasına əsasən doğru cavabımız Y variantında göstərilir.